çıxıb ikinci hissə. Gəlin oradan funksiyalar mövzusundan 17-ci suala baxalım. 17-ci. Bizə deyir ki, fx bərabərdir 3x üstəgəl 1 böl 5 funksiyasının tərs funksiyasını tapın. Tərsini tapın yəni. Biz bunu fx yerinə y də yaza bilərik də. Fx ilə y eynidir. Deməli, y bərabərdir 3x üstəgəl 1 bölünsün 5. Tərs funksiya odur ki, y ilə x yerini dəyişəcək. Buna görə x bərabərdir 3y üstəgəl 1 böl 5 yazmalıyıq. Tənasüblə tapaq. 5x bərabərdir 3y üstəgəl 1. İndi buradan y-i tapmalıyıq. Bu eləyəcək 3y bərabərdir 5x minus 1. Hər tərəfi y-in əmsalına bölürük. Yəni 3-ə. 3-də 5 x minus 1 bölünsün 3. Və y də bərabərdir 5 3-ə bölsək 1 tam 3-də 2 x minus 3-də 1. Cavab B variantı.